Kürdəmirdə 6 otaqlı 2 mərtəbəli ev yanaraq külə dönüb. Hadisə rayonun Sığırlı kənd ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Zeynalov Raqib Məhərrəmoğluna məxsus ümumi sahəsi 380 kvadrat metr olan 2 mərtəbəli 6 otaqdan ibarət olan ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğında mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb. Ev yəsinin sözlərinə görə yanğın zamanı ona 100.000 manatdan çox maddi ziyan dəyib. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Vallahi elə birdən xəbər düşdü ki, öy yanır. Öyün yəsi öydə yoxdur. Nə bilim, Bakıya işə getmişdi. Siz ev yəsinin nəyisiniz? Anası. Öy, nə bilim, işıqdan yanar da bala. Qısa qapanma deyirlər. Nə yanıb evin içində, nə yanıb? Heç nə çıxardanmadı bala. Bax, görürsünüz da, yandı, kül oldu bala, hamısı. Getdi. Aqil Əsadov, Rəvan Məmmədli. Bugün informasiya proqramı üçün.